Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bu gün yenə fərqli bir mövzu ilə qarşınızdayıq. Mövzumuz bağça seçimi. Əslində uşaqların bağça yaşı 3 yaşından başlayır. Bəzi hallarda valideynlər məcbur qaldıqda uşaqları daha erkən yaşlarda bağçaya göndərmək məcburiyyətində qalırlar. Bu ya iş ilə əlaqələndirilir, çünki əksərimiz hal-hazırda işləyirik və yaxud da uşaqlarımızın sosiallaşmasını istədiyimiz üçün onların xeyrinə olacaq deyə düşünüb daha erkən yaşda bağçaya göndəririk. Amma psixoloqlar müəyyən ediblər ki, uşaqların bağça yaşı 3 yaşından başlayır. 3 yaşından tez isə uşağı bağçaya qoymaq olmaz. Uşaq 3 yaşına kimi ana qayğısı görməli, ana nəvazişi, ana sığalı görməlidir. Təbii ki, atalar da bu işlərdə analara yüksək dəstək verməlidir. Evlad əgər hər iki valideynin sevgisi ilə böyüyürsə, o gələcəkdə daha uğurlu şəxslər sırasında olacaq. Bu mütləqdir. Bəs gəlin bağça seçiminə. Biz bağça seçərkən nələrə diqqət etməliyik? Şəxsən mən 3 yaşlı qızım üçün bağça seçərkən çox çətinlik çəkdim. Dövlət bağçası, yoxsa özəl bağça? Mənə görə özəl bağça. Çünki qaldığım mühit mənim tanımadığım insanlarla daha zəngin idi. Bəlkə də hal-hazırda doğulduğum bir ərazidə uşağımı göndərsəydim, daha rahat şərtlərlə göndərərdim. Çünki ən azından tanıdığım, tərbiyəsinə, təhsilinə bələd olduğum mühit idi. Amma hazırda başqa bir ərazidə yaşadığım üçün övladımı dövlət bağçalarına göndərməkdə tərəddüd etdim. Mənim seçimim özəl bağçadır. Ona görə ki, özəl bağça ən azı kamera sistemi olduğu üçün mən uşağımı günün istənilən vaxtı bağçadakı fəaliyyətinə baxa, onunla maraqlana bilirəm və gün sonunda da bizim danışmaq üçün ortaq mövzularımız olur. Bəs bu gün bağça seçərkən biz nələrə diqqət etməliyik? Bağça seçərkən mənim ilk əvvəl baxdığım pedaqoqlardır. Uşaqla necə münasibət qururlar, uşağı necə qəbul edirlər, hətta ilk salamlaşma belə mənim üçün o bağçaya uşağımı göndərib-göndərməyəcəyim qənaətinə gəlməyə kifayət edir. Bağçadakı oyun meydançası, bağçadakı oynanılacaq oyuncaqlar, bağçanın qidası, bağçanın sanitar gigiyenik qovşağı belə mənim diqqətimi çəkən faktlardandır. Sanitar gigiyenik qovşağa baxdıqda, məsələn, oradakı hər bir şeyin gigiyeniyaya uyğun olduğu kiçik unitazların qoyulması, uşaqların əl-üzüyanının onlarla eyni boy bərabərliyində olmağı, təmizlik vasitələrindən istifadə, gigiyeniyanın vacibliyi mənim üçün önəmli faktorlardan olmuşdu. Daha sonra gəldikdə yeməkxana. Uşaqların qida menyusu mənim diqqətimi hər zaman çəkir. Uşaq gün ərzində nələrlə qidalanır? Uşağın qida rasionunda sağlam qidalar mı zəngindir? Məsələn, bəzi bağçalarda səsiqa, kalbasa kimi yeyintilərin olduğunu gördükdə mən evladımı həmin bağçaya göndərməkdən imtina edirəm. Bu o deməkdir ki, mən çalışıram uşağım həm sağlam qidalansın, həm də sağlam böyüsün. Sağlam bədəndə sağlam ruh olar. Daha sonra isə fikir verdiyim faktlardan biri isə araşdırdığım, yəni diqqət etdiyim nüanslardan biri isə pedaqoqlar idi. Uşağımla dayənin və həmçinin fən müəlliminin rəftarı. Uşaq bağçada olan zaman onunla dayənin əsasən necə rəftar etdiyinə baxıram. Məsələn, əyninin dəyişdirilməsi zamanı, sanitar qovşağa aparılan zaman, uşaq yatan zaman, uşaq yuxudan ayılan zaman, geyimlərinin dəyişdirilməsi, xüsusilə uşağa fərd kimi yanaşılmaq mənim diqqətimi çəkən amillərdəndir. Bəs uşağın müəllimi birbaşa uşaqlarla fərd olaraq hər birinin xasiyyətini, xüsusiyyətini bilərək məşğul olmalıdır. Sözün açığı, mən evladımı bağçaya qoyduqda azı bir 10 bağçanı gəzib ondan sonra qərar vermişdim. Hər hansısa bağçada hansısa bir nüans xoşuma gəlmədikdə ora öz evladımı göndərmirdim. Bəzən olurdu ki, evladım belə günün yarısını qaldıqdan sonra o bağçadan imtina edirdi. Bu da o deməkdir ki, bağça evladımda sevgi yarada bilməmişdi. Mənim üçün əsas amillərdən biri də uşağımın onlara olan sevgisidir. Bağçaya, müəlliminə və oradakı dostlarına. Dostlar dedikdə bəzən elə olur ki, bağçada uşaqlar arasında ayrı-seçkinlik və yaxud da hər hansısa bir səbəbdən bir uşağın digər uşaqdan geri qalması və yaxud
da yaş olaraq, məsələn, 3 yaşlı uşaqlarla 2, bəzən körpə yaşlı uşaqları da eyni qrupa salırlar. Bu, uşaqlarda dil ləngimələrinə gətirib çıxarır. Hansısa uşaq danışmırsa və ya hansısa uşaq əmzik əmirsə, digər böyük yaşlı uşaq artıq onda təqlid etmə inkişaf etdiyinə görə həmin uşaqlardakı hərəkətləri etməyə başlayır. Bu mənim üçün mənfi hallardan biridir. Daha sonra uşaqlar arasında asudə vaxtın dəyərləndirilməsi. Buna da çox böyük diqqət yetirirdim. Bağçalardan birində evladımı yazdıran zaman o maneələri qalxırdı həyətdə qurulmuş sürüşkənlərdə. Müəllimlərdən biri "Qızım yıxılma, ehtiyatlı ol, oradan qalxmaq olmaz, pilləkənlərlə qalx" deyərək ona müdaxilə etməyə başladı. Şəxsən həmin bağçaya mən uşağımı göndərmədim. Ona görə ki, orada uşağa mən motivasiya, dəstək gözləyirdim. "Qalx, sən bacaracaqsan, yaxşı olacaq." Məhz uğurlu addımlar sən bacaracaqsan kəlməsi ilə başlayır. İstər valideyn, istərsə də müəllim uşağa dəstək olaraq onun irəli getməsində böyük təkan rol oynayır. Övladımı bağçaya yazdıran zaman maraqlandığım tədris müəssisələrindən biri də, yəni bağçalarla əlaqədar deyək, sırf tədris müəssisələri idi. Hansılar ki, orada uşağa sadəcə təhsil verilir. Mən övladımı yarım gün göndərdim və günün sonunda o ağlaya-ağlaya gələrək mən daha getmək istəmirəm dedi. Bilirsiniz niyə? Çünki 3 yaşında uşaq sadəcə oyuna həvəskardır. Sadəcə oynamaq istəyir. Əlinə qələm, karandaş verdikdə o bunlardan imtina etməyə çalışır. Amma bunu da bir şərtlə etmək olar. Öyrənməyi də oyuna çevirərək. Bəzi bağçalar, yəni uşaq bağçaları bunu elə də bacarmırlar. Mənə görə pedaqoqanın zəifliyindən irəli gəlir. Çünki hər kəs artıq bu dəqiqə bağçaya meyl olduğuna görə bağça açan şəxslər daha da çoxalıb, bağçalar da daha çoxdur. İnsanlar da ya maddi səbəblərdən və yaxud da yolumu deyək, hər hansısa bir səbəblərdən övladını fərqli-fərqli bağçalara yazdırmaq məcburiyyətində qalırlar. Əziz valideynlər, düşünün ki, bağça sizin evladınızın ilk təhsil aldığı ocaqdır, ilk addımdır. Onun sosiallaşması üçün başlayacağı, inkişaf edə biləcəyi ilk məkandır. Çalışın ki, doğru qərarlar verin ki, evladınızla gələcək zamanlarda sizlərə problemlər yaranmasın. Bu da bir faktdır ki, uşaq bağçaya getdiyi zaman düşdüyü mühitdə gördüklərini gəlib evdə deyir və ya edir. Əgər biz evladımızın doğru təhsil, tərbiyə almağını istəyiriksə, bağça seçən zaman diqqətli olmalıyıq. Çalışın, evladlarınızla çox vaxt keçirin. Hətta o bağçada olduqda belə, mənə görə görüntü kameranın olmağı çox müsbət bir haldır. Çünki ən azı gün ərzində uşağınızın hansı aktivitetlərlə məşğul olduğunu, nələri etdiyini görürsünüz və bunu ona deyərək eyni şeyləri təkrarlayırsınız. Bu sizdə evladınızla öz aranızda möhkəm bir bağ yaradır. Biz bugün qızımızla həmin o bağçada olunanları təkrarlayırıq və bundan böyük bir zövq alırıq. Bütün valideynlərə tövsiyəm odur ki, evladlarınızı 3 yaşından bağçaya göndərin və bu onun sosiallaşmasına böyük təkan olacaq. Həmçinin çalışın ki, bağçaya göndərdiyiniz zaman da uşağınızla mütəmadi olaraq maraqlanasınız. İnanın ki, bu həm bağça kollektivində, həm də uşağınızın gələcək həyatında ona çox mühüm, çox gözəl təkan olacaq. Hər birinizə uğurlar arzulayıram, uşaqlarımıza isə gözəl həyat arzulayıram. Unutmayaq ki, uşaq evin güzgüsüdür. Biz nə öyrədiriksə, biz necəyiksə, evladlarımız da bizi yamsılayır və bizim kimidirlər. Uğurlar bütün uşaqlara sevgi dolu, xoşbəxt bir gələcəkdə, gözəl bir cəmiyyətdə böyüməyi arzu edirəm. Təşəkkür edirəm dinlədiyiniz üçün.